Xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almaq hər kəsin arzusudur. Təəssüf ki, insanların bu arzusundan sui-istifadə edən xeyli insan var. Onlar müxtəlif adlar altında şirkət açıb gənclərə xaricdə təhsil almaq fürsəti vəd edirlər. Özü də imtahansız, təkcə atestatla. Təbii ki, bunun müqabilində müəyyən məbləğ pul da tələb edirlər və bütün problemlər də elə bundan sonra başlayır. Xaricdə oxumaq istəyən şəxs bir də görür ki, nə universitetdən xəbər var, nə də verdiyi puldan. Sosial şəbəkələrdə insanların bu cür narazılığı günbəgün artır. Onlardan biri də Kənan Gözəlovdur. O, xaricdə təhsil almaq üçün müraciət etdiyi şirkət tərəfindən aldadıldığını iddia edir. Sizə xidmət haqqını verməyəcək dedilər. Biz kollecdən qəbul almışıq və 3 dəfə də rədd olmuşuq. Xidmət göstərmişdə, yəni xidmət 3 dəfə rədd almaqdır. Yəni xidmətimizi göstərmişik dedilər. Amma məsələ də ordadır ki, həmin o qəbul aldıqları kollec, onsuz da bunların əməkdaşlıq elədiyi kollec, onsuz da danışıq vaxtı kollecdən %100 garantiya verirlər qəbul almağa. Amma bundan əvvəl Amerika Universitetindən heç qəbul ala bilmirlər. Qəbula 100% garantiya verirdilərsə, bəs nəyə deyirdilər ki, biz pulu qaytaracağıq? Hətta ofisdə deyirdilər ki, biz 3, 4-cü rəddi heç görməmişik. Kanada vizasında birincidən, ikincidən qəbul alırıq. Amma müqavilədə yazılır ki, müqavilə müddətdə 1 illikdir bu arada. 1 ildə çoxdan keçibdir ki, müqavilədə də yazılır ki, garantiya vermirik vizaya. Onsuz da garantiya heç kim vermir vizaya. Bunu sonradan başa düşürsən. Və bundan da əlavə 10 minə yaxın pulum ortaqda getdi. Bəs belə məqamlarda vətəndaş hüquqlarını necə qorumalıdır? Müqavilə tələbləri, müqavilənin özü mülki məcəllərin tələblərinə uyğun hazırlanmalıdır və bu şərt də ki, burada etibarsız hesab edilə bilər. Qeyd edilən şərtlərin pozulmasıyla bağlı hansı tərəf öhdəliyini pozubsa, bu halda mülki iddia qaldıraraq məhkəmədən ödədiyi məbləği geri tələb etmək hüququna malikdir. Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən vətəndaşa 5.000 manatdan 50.000 manata qədər ziyan dəyibsə, dələduzluq əməlini törədən şəxs 2 ildən 5 ilə qədər azadlıqdan məhrum edilə bilər.